Əbədi ümid Azərbaycanın qədim torpaqlarında min illərin sirlərinin, əcdadların hikmətini və yerli adət-ənənələrin zənginliyini özündə cəmləşdirən Qızılkənd adlı bir kənd yerləşirdi. Bu kəndin dar daşlı küçələri, yosunla örtülmüş köhnə evləri, qoca ağacların səsində keçmişin nağıllarını danışan küncləri və tarlalarda yetişən ətirli bitkiləri, sanki zamanın axını ilə harmoniyada yaşayan bir musiqi kimi insanlara ilham verirdi. Hər səhər günəşin ilk şüaları kəndin üzərinə nurlu bir pərdə kimi düşər, hər axşam isə ulduzların səması, keçmişlə gələcəyin sirlərini fısıldayaraq qəlbləri ovuşdurardı. Kəndin sakinləri nəsildən nəsilə ötürülən ənənələrə, atalarının öyrətdiyi dəyərlərə və əcdadların hikmət dolu sözlərinə sadiq idilər. Onlar üçün həyat yalnız gündəlik işlərdən ibarət değildi. Hər küncdə, hər daşda, hər ağacın kölgəsində gizlənmiş bir sir, bir ümid vardı. Bu səmimi dəyərlər, xüsusilə kəndin hörmətli adamlarından biri olan Hacı Məcid bəyin öyrətdiyi hikmətdə öz əksini tapırdı. Hacı Məcid bəy uzun illərin zəhmətini, sevincini və acısını yaşamış, Tolstoyun romanlarında təsvir olunan qəhrəmanların kimi insanlara yol göstərmişdi. O, tez-tez kənd meydanında toplanan insanlara müraciət edər, belə deyərdi: "Əziz qardaşlar və bacılar, həyatımızın ən böyük zəfəri öz qəlbində daşıdığımız səmimi sevgi, mərhəmət və inamın işığını tapmaqdır. Bu işıq maddi zənginlikdən daha dəyərlidir, çünki o, bizə çətin günlərin öhdəsindən gəlmək və gələcəyə inamla baxmaq gücü verir." Bu sözlər kəndin hər kəsinin qəlbində dərin izlər buraxır, hər kəs öz həyatında bu əbədi işığı tapmağa çalışırdı. Gənclərdən yaşlılara qədər hər kəs keçmişin dərslərinin, əcdadların öyrətdiyi hikməti xatırlayır, bu dəyərləri gələcəyin ümidinə çevirərək bir-birinə dəstək olurdular. Kəndin gənclərindən biri olan Tural, idealist və çalışqan bir oğlan idi. O, atası Hacı Məcid bəydən aldığı dərsləri, kəndin qədim nağıllarını və əcdadların öyrətdiyi dəyərləri ürəyində daşıyırdı. Tural hər səhər kəndin dar küçələrində gəzərkən günəşin ilk şüaları altında həyat yalnız zəfərlərdən ibarət deyil, hər çətinlik içimizdəki işığı daha da parlaq edəcək bir fürsətdir, deyə düşünürdü. Onun gözlərində həm gəncliyin təravəti, həm də dərin düşüncələrin ağırlığı parıldayırdı. Bir payız günü kənd meydanında böyük bir yığıncaq təşkil olundu. Hər kəs keçmişin izlərinin, atalarının öyrətdiyi hikməti və ənənələri yad edərək birlikdə olmaq üçün toplaşmışdı. Meydanda quru yarpaqlar küləklə uçuşur, sanki hər biri min illərin nağıllarını danışırdı. Hacı Məcid bəy sakit səsi ilə, amma dərin inamla insanlara müraciət etdi: "Ey əziz insanlar, həyatımızın hər anı, sevinc, kədər, uğur və məğlubiyyət bizə bir dərs verir. Bizim ən böyük zəfərimiz öz qəlbində daşıdığımız o səmimi işıqdır. Əgər bu işığı itirməsək, heç bir çətinlik bizi sarsıda bilməz. Birlikdə sevgi və mərhəmətlə gələcəyə inamla addımlayaq." Bu sözlər kəndin hər küncündə yaşayan insanlara dərin təsir bağışladı. Hər kəs o an öz həyatında yaşadığı çətinlikləri, kədərləri və eyni zamanda içindəki səmimi ümid işığını xatırladı. Tural həmin gün Hacı Məcid bəydən eşitdiyi sözləri ürəyinə yazdı və gələcək üçün daha böyük ümidlərlə doldu. Bir neçə ay sonra kənddə böyük dəyişikliklər baş verdi. Yerli hakimiyyət tərəfindən kəndin inkişafı və cəmiyyətin rifahı üçün yeni layihələr elan edildi. Bu layihələr kəndin infrastrukturunun modernləşdirilməsi, yeni məktəblərin və mədəniyyət mərkəzlərinin tikilməsi, eləcə də əcdadlarımızın öyrətdiyi dəyərlərin qorunub saxlanması məqsədlə həyata keçiriləcəkdi. Lakin bəzi sakinlər bu modernləşmədən narahat olur, keçmişin ənənələrinin unudulmasından qorxurdular. Onlar deyirdilər: "Bizim üçün ən vacib olan içimizdəki o səmimi işıqdır. Əgər biz bu işığı itirməsək, ənənələrimizi və dəyərlərimizi qoruyub saxlaya bilərik və gələcəyimizi sevgi, mərhəmət və inamla qurarıq." Tural bu fikirlərə tamamilə sadiq qaldı. O, kəndin hər küncündə yaşayan insanlarla görüşərək onların həyat hekayələrini, arzularını və ümidlərini dinlədi. Hər bir insanın özünə məxsus bir hekayəsi var idi. Yaşlıların keçmişin dəyərlərini, gənclərin isə gələcəyə dair ümid dolu baxışlarını əks etdirən hekayələr. Tural bu hekayələri toplayaraq kəndin mədəni irsinin, ənənələrini və modern inkişafı bir araya gətirən birlikdə Yeni Üfüqlər adlı böyük bir layihə hazırladı. Layihə təqdimatının günü kənd meydanı adeta bir rəng cümbüşünə çevrildi. Hər kəs, yaşlılar, gənclər, kişilər və qadınlar, meydanda toplaşaraq Turalın təqdim etdiyi layihəni diqqətlə dinlədi. Tural səmimi və dərin sözlər söyləyərək belə dedi: "Hər birimizin içində parlayan o işıq yalnız maddi zənginlikdə deyil, həm də sevgi, mərhəmət və dürüstlükdə gizlidir.
Əgər biz bir-birimizə dəstək olarıqsa, qəlbimizdəki bu əbədi işıq ən çətin anlarda belə bizim yolumuzu aydınladacaq. Biz birlikdə sevgi və mərhəmətlə yeni üfüqlərə doğru addımlayacağıq. Bu sözlər kəndin hər küncündə yaşayan insanların qəlbində dərin izlər buraxdı. Hər kəs Turalın danışdığı sözlərdə keçmişin dəyərlərini və əcdadların hikmətini özündə hiss etdi. Kəndin yaşlıları, gəncləri, hətta uşaqları belə Turalın sözlərindən ilham alaraq öz içlərindəki işığı tapmağa və onu paylaşmağa qərar verdilər. Yeni layihənin uğur qazanması ilə birlikdə yeni üfüqlər təşəbbüsü kəndin inkişafında böyük bir dönüş nöqtəsi oldu. Kənd Qızılkənd artıq təkcə modern infrastruktur layihələri ilə deyil, həm də mədəni irs və ənənələrin qorunması ilə özünü göstərirdi. İnsanlar hər gün öz qəlbindəki işığı taparaq bir-birinə dəstək olur, sevgi və mərhəmətlə inamın parıldadığı bir cəmiyyət yaratdılar. Zaman keçdikcə kənddə keçirilən mədəni tədbirlər, festivallar və ictimai söhbətlər atalarımızın öyrətdiyi ənənələri və gələcəyin ümid dolu perspektivlərini bir araya gətirərək hər kəsin qəlbində yeni ümid işığı yandırdı. Hər axşam ulduzların altında toplanan insanlar keçmişin hikmətinin, əcdadlarımızın nağıllarını və gələcəyin ümidini paylaşaraq birlik və sevgi ilə dolu bir gələcək üçün səmimi ümidlə danışırdılar. Bu nağıl Tolstoyun geniş və dərindən təsvir etdiyi kimi yalnız bir insanın və ya bir layihənin hekayəsi deyildi, o, cəmiyyətin hər bir üzvünün öz qəlbində daşıdığı əbədi işığın, sevginin və ümidin hekayəsi idi. Hər kəs öz içindəki o səmimi işığı tapdıqca həyatın ən böyük sirrini, sevgi, mərhəmət, dürüstlük və inamı yaşamağa davam etdi. Kənd Qızılkənd artıq yalnız bir coğrafi məkan deyildi, o, insanların qəlbində yaşayan, əcdadların dəyərlərini və gələcəyin ümidini birləşdirən, səmimi və əbədi bir işığın təcəssümü idi. Beləliklə, Əbədi Ümid adlı bu dastan Azərbaycanın qədim torpaqlarının zəngin mədəni irsinin, əcdadlarımızın öyrətdiyi dəyərləri və insanların qəlbində parlayan səmimi işığın, sevgi və inamın əsl gücünü nəsildən nəsilə ötürərək, hər kəsin öz içində daşıdığı o əbədi işığı tapmağa və onu paylaşmağa davam edəcəyini bizə göstərdi. Hər kəs həyatın çətin anlarında belə öz qəlbindəki işığı taparaq, sevgi və mərhəmətlə gələcəyin ümid dolu səhərlərini qurmağa davam etdi. Hər ulduzun parıltısı, hər günəşin doğuşu, hər bir dar küçədə eşidilən səmimi söhbət sanki min illərin hikmətini xatırladırdı. Biz birlikdə sevgi və mərhəmətlə qəlbimizdə daşıdığımız işığı heç vaxt sönməyə qoymayacağıq. Bu hekayə Tolstoyun dərin və geniş təsvir etdiyi kimi insanın öz içindəki gücü, cəmiyyətin birliyi və əbədi ümidin səmimi işığının nə qədər böyük bir qüvvə olduğunu bizə xatırladır. Hər kəs Əbədi Ümid adlı bu dastandan ilham alaraq öz qəlbində parlayan o işığı tapdıqca həyatın ən böyük sirrini, sevgi, mərhəmət və inamı yaşamağa davam edəcək və bu gələcək nəsillərə də örnək olacaqdır. Beləliklə, Əbədi Ümid dastanı Azərbaycanın qədim torpaqlarının zəngin mədəni irsini, kəndin ənənələrini və insan qəlbində yaşayan o əbədi işığın sədasını nəsildən nəsilə ötürərək hər kəsin içində parlayan o işığın, cəmiyyətin və həyatın ən böyük zəfəri olduğunu bizə göstərdi. Hər kəs öz qəlbindəki işığı tapdıqca həyatın çətinliklərini sevgi, mərhəmət və inamla aşaraq gələcəyə ümid dolu addımlarla irəliləyəcək və o əbədi ümid hər zaman ruhumuzda parıldayacaq.